Bir sual verir. Kur'an-ı Loğman surəsində var ha. Loğman Aleyhisselam peyğəmbərdir yoxsa yox? Bildiyim qədərilə mübahisəlidir bu mövzu. Peyğəmbər Loğman Aleyhisselam yoxsa yox? Ümumiyyətlə, Quran-ı Kərimdə məlumdur ki, 30'a yaxın insan adı çəkilir. Xüsusən də 28 nəfəri. 28 nəfər. Onların 25'ində alimlər ittifak ediblər. 25'ində alimlər ittifak ediblər ki, onlar ya Rasul, ya Nəbi olublar. Və Rasul ilə Nəbi arasında fərq nədir? Kim deyər? Buyur. Nəbi davamçılardır, Rəsul kitab nazırlar. Yeni şəriət gətirib. Əhsən. Daha yaxşı tərif budur ki, qardaş deyən də onu fəqət olabısın yaxşı çatdırmadı. Rasul yeni mənhəclə, yeni şəriətlə gəlir. Və neçə Rasul olub? Yox. 313. 313 Rasul olub. Nəbi isə özündən əvvəlki Rasulların şəriətini təbliğ edib, yayıb. Məsələn, Musa və Harun. Musa aleyhissalam Rasul idi. Harun Musa aleyhissalama köməkçi kimi seçilmişdi və nə idi? Nəbi idi. Aydındır. Və nəbilər də 124 min olub. 124.313 peyğəmbər olub ümumən. Sual çıxır ki, yəni bu səhihdir, səhihdir. Abu Zərin hədisində gəlir, Şeyx Əlbani rahimehullah əvvəl bu hədisi zəif görürdü. Və sonra araşdırır və görür ki, hədis səhihdir. Və 25'ində ittifak ediblər. Alimlər ki, bunlar Rasul və ya Nəbi olublar. Bəzilərində ixtilaf ediblər. Üçündə onlardan biri Loğmandır. Quranda Luqman, bizim dildə Loğman. Sonra Üzeyir, bir də Zülqarneyn. Bir də dördüncü olaraq qeyd edə bilərik Xıdır. Düzdür, onun adı gəlmir Quranda. Vəsf olaraq gəlir. Musa aleyhissalamla. Onun adı gəlmir deyənə, adı gələn 3 nəfərdir. Bəzi alimlər deyiblər ki, onlar yəni peyğəmbər olublar. Və bəzi alimlər deyiblər ki, onlar salih insanlar olublar. Kimlər ki, deyiblər, onlar peyğəmbər olmayıblar. Onlar deyiblər ki, çünki onların peyğəmbər olmalarına Quran və sünnədən dəlil yoxdur. Yəni, nə olsun ki, adı çəkilib? Aydındır. Məsələn, alimlərdən olub, məsəl üçün, əşarlər, bidət əhli. Əşarlər deyiblər ki, Məryəm peyğəmbərdir. Amma biz bilirik ki, peyğəmbərlər yalnız kişilərdən olur. Aydındır. Yəni, adı çəkilir deyə mütləq rəsuldurmu? Cavab yox. O ixtilaflıdır və doğrusunu Allah bilir. Yəni, dəlil yoxdur deyənə heç kəs heç nə deyə bilmir. Belə. Və ilk Rasul Nuh aleyhissalam olub. Çünki ilk şəriətlə gələn o olub. Adəm aleyhissalam nəbi olub. Çünki Adəm aleyhissalam şəriətlə gəlməyib. Sən bəlkə şirk işləyən qövmi demək istəyirsən. Bəzi alimlər deyiblər ki, həmçinin rasullar ilə nəbilər arasında fərq odur ki, rasul müşrik qövmə gəlir, nəbi asi qövmə. Aydındır. Belə deyən alimlər də olub. O səbəbdən deyiblər ki, Nuh aleyhissalam ilk rasuldur və deməli, Adəm aleyhissalam rasul deyil, nəbidir. Hər bir halda daha yəni, doğru olan budur ki, rasullar o kəslərdir ki, yeni şəriətlə gəliblər. Yəni, müşrik qövmə gəlsə də, gəlməsə də, hər bir halda hər rasul yeni şəriətlə gəlib. Və nəbi isə özündən əvvəlki rasulun şəriətini təbliğ edib. Yəni, həmin dəvəti yayıb. Məsələn, Uzeyir. Kimlər ki, deyiblər, Uzeyir nəbi olub. Uzeyir nə gətirdi? Musa əleyhissalamın, belə desək, itmiş Tövradını insanlara əzbər bilirdi Tövradı. Artıq Tövrat yer üzərindən itmişdi. Bəzi insanların qəliblərində əzbər olaraq var idi, onlardan biri Üzeyir idi. Və Üzeyir nə elədi? Musa aleyhissalamın şəriətini dirçəltdi. Yenidən Tövradı gətirdi. Aydındır. Ona görə deyiblər ki, Üzeyir aleyhissalam nəbi olub. Musa aleyhissalamın şəriətini canlandırıb. Doğrusunu Allah bilir yenə. İxlasla.com saytı tərəfindən təqdim olundu.